Ağdamda sakinlər köçdüyü evlərdən biri. 3 otaqlı mənzil. Çörək muzeyinə baxan evdir bu. Bu eyvan, bax bu istiqamətə baxan pəncərələrin hamısı canlı tarixə açılır. Burada bir neçə qatlı perspektiv var bax bu görüntüdə. Birinci çörək muzeyidir. Ağdamın simvollarından biri və onun ətrafı açıq hava altında işğal muzeyi kimi saxlanan ərazidir. Ondan sonra gözünü qaldırırsan məsciddir. Ondan o tərəfə baxırsan, məscidlə üzbəüz köhnə yerində çay evi tikilir. Bundan bağlı ayrıca video çəkmişəm, blogumda görə bilərsiniz. Və üzü o tərəfə baxırsan, artıq yeni həyatın bir neçə mərtəbəsini görürsən. Uşaq bağçası, Ağdam 1 nömrəli məktəb, üzbəüzdə görülən binalar 4-cü yaşayış məhəlləsinin binalarıdır. Biraz ondan o tərəfdə dağın yamacında Xıdırlı kəndi, üzü o tərəfə dağlar və Murovdağ. Bax o başı ağ olan Murovdağ silsiləsidir. Təbii ki, indi bütün tikililəri bir-bir sadalamadım. Dram teatrın salamat qalmış tağları da buradan görünür. Dəyirman həyəti mənim çəkiliş etdiyim məkanlardan, tarixiləşdirdiyim məkanlardan biri. Baxın, yəni demək istədiyim budur ki, köhnə, yeni Ağdam bir arada bir gözəl bir mənzərə var burada. Bu pəncərələrdən, bu eyvanlardan, bu həyata, bu mənzərəyə baxan uşaqlar həmişə bu şəhərin yaşadığı tarixi canlı görəcəklər. Heç vaxt keçmişimizi unutmayacaqlar və bu görüntünü görən gözlər həmişə bizim yaşadığımız müsibətləri, işğal tarixini yaddaşdan yaddaşa, dildən dilə, nəsildən nəsilə ötürəcək.